Salam, hamını salamlayıram, hamıya xoş gün, can sağlığı arzu edirəm. Bugün mən bələdiyyələrdən danışacağım. Bələdiyyə nədir, onun hansı vəzifələri var və nə etməlidir? Diqqətlə qulaq asın, hamıya aiddir. Birinci növbədə, hansı evlərdə ki, çıxarış yoxdur, yəni kupça yoxdur, o evlərdən bələdiyyə əmlak vergisi ala bilməz. Yəni, ixtiyarı yoxdur ki, həmin evlərə gəlsin, qapını döysün ki, mənə nəsə verin. Bu bir. İkinci, əmlak vergisi yığılan evlər yoxdur, hansı ki, o sakinlərdə əmlak vergisi yığılır, yəni pul yığılır. Tək onlar yox, ərazi üzrə seçicilər, hansı ki, o ərazidə həmin bələdiyyə üzvləri və bələdiyyə sədri seçilib, hər 6 aydan bir seçicilərə hesabat verməlidir. Nə iş görüb, nə qədər pul yığılıb və hara xərclənilib. Bundan başqa, ərazi üzrə bələdiyyələr, iş yerinin açılması, imkansız ailələrə kömək edilməsi və s. bir çox funksiyaları var ki, bunları da yerinə yetirməlidir. Bələdiyyə heç bir orqana tabi olmayan bir müstəqil qurumdur. Yəni, icra orqanlarına, yəni prezident və onun strukturuna, yəni icra hakimiyyətinə tabi deyil. Yəni, heç bir orqana, yəni sərbəst müstəqildir. Ərazi seçilib və sərbəst işləyir, işləməlidir daha doğrusu. Yəni, bu günləri vətəndaşların əgər qapılara döyülürsə, tələb olunursa, yəni onlarla diqqətli olsunlar və tələb etsinlər ki, saçan hesabat vermişsiniz, yığılan pullar hara gedir. Seçicilərlə görüş olanda bu qeydiyyat alınmalıdır. Onlar protokollar yazırlar, görüş keçirdi, bu belə danışdı, o elə danışdı, faktiki heç bir şey yoxdur. Ona görə buna diqqət etmək lazımdır. Təşəkkür edirəm. Çox sağ olun.